Salam, xoş gördük əziz izləyicilərimiz. Bu günləri yenə UNIQ Tədqiqat Mərkəzinin tədbirinə yığışmışıq. Bugünkü UNIQ Tədqiqat Mərkəzimiz Bir Kəmər Bir Yol UNIQ Tədqiqat Mərkəzidir. Məruzəçimiz isə həmin mərkəzin tədqiqatçısı Aslan müəllim Əzimzadədir. Bugünkü mövzumuz Bir Kəmər Bir Yol layihəsi və Azərbaycan üçün yeni imkanlar adlanır və Aslan müəllimi də kifayət qədər tanıyırsınız. Həm UNIQ məzunudur, həm indi müəllim kimi çalışır, həm UNIQ-in doktorantıdır və bu sahə üzrə də araşdırmaları var. İndi özü haqqında da biraz məlumat verər, araşdırmaları haqqında da, tədqiqatları haqqında da danışar və sonra mövzuya keçid alar. Buyurun Aslan müəllim. Evet, Rəna xanım, dərin təşəkkürümü bildirirəm. Təbii ki, öz haqqımızda məlumat vermək lazımdırsa, bəli, mən də UNIQ məzun olmuşam. Həm bakalavr işim, həm magistr dissertasiyam, həm də doktorantura dissertasiyam Çin iqtisadiyyatına aiddir. Bakalavrda Çinin ümumi iqtisadiyyatının dayanıqlı inkişafı ilə bağlı bir iş yazmışdıq. Magistrda Çinin maliyyə sistemi ilə bağlı müəyyən məsələlərə toxunmuşduq və doktorantura dissertasiyamda təbii ki, Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında ticarət investisiya əlaqələrin inkişaf etdirilməsidir ki, məhz bu istiqamətlərdə Bir Kəmər Bir Yol layihəsinin olduqca önəmli töhfəsi var ki, hər üç işimin üçündə də biz Bir Kəmər Bir Yol layihəsinə toxunmuşuq. O cümlədən İqtisadi Elmlər doktoru Professor Elşad Məmmədovla birlikdə yazdığımız Çinin maliyyə sistemi, qabaqlayıcı iqtisadi inkişafın stimullaşdırılması monoqrafiyamızda da bu istiqamətlərə toxunmuşuq. Hal-hazırda yeganə Azərbaycanlı iqtisadçıyam ki, Çin İqtisadçılar Cəmiyyətinin üzvüyəm və böyük fəxrlə demək istəyirəm ki, həm də UNIQ Bir Kəmər Bir Yol Tədqiqat Mərkəzinin tədqiqatçısıyam. Bu tədqiqat mərkəzinə üzv olanda həqiqətən çox böyük və şərəfli hisslər keçirirdim ki, indi də o hisslərin içərisindəyəm. Rəna xanıma da dərin təşəkkürümü bildirirəm və bütün şöbənin əməkdaşlarına, Natavan xanıma, Mələk xanıma da dərin təşəkkürümü bildirirəm. Və bu keçən məncə artıq mövzumuza mən indi share screen edəcəm. Bu slayd edirəm. Görünürmü? İndi görünməlidir əslində. Bəli, Aslan müəllim, görünür. Keçən seminarımız Cənubi Qafqazda baş verən yeni reallıqların Bir Kəmər Bir Yol layihəsi ilə təsiri idi. Amma bugünkü belə deyək, görüşümüzdə ilk görüşümüzün davamı olaraq Bir Kəmər Bir Yol layihəsi və Azərbaycan üçün yeni imkanlar formatındadır. Keçən layihəmizdə də əslində bu istiqamətlərdən danışmışdıq. Mən müəyyən slaydları göstərmişdim, amma tam da geniş müzakirə etməmişdim. Bugünə əslində saxlamışdım bu slaydı tam geniş əhatə etməyi, tam geniş təhlil etməyi. Ümumiyyətlə, mən düşünürəm ki, yenidən Bir Kəmər Bir Yol layihəsinə baxmaq lazımdır. Nə olduğu ilə bağlı, layihə haqqında müxtəlif alimlərin fikirləri nədir və s. Məsələn, ilk öncə baxsaq əgər 2013-cü ildə Çin Xalq Respublikasının sədri, ki onu da qeyd edim ki, bilirsiniz ki, Çin Komünist Partiyasının 20-ci qurultayından sonra Xi Jinping yenidən Çin Xalq Respublikasının sədri vəzifəsinə seçildi. 21-ci qurultaya kimi və 2013-cü ildə ÇXR-in sədri Xi Jinping Çinin və ətraf regionun iqtisadi və kommersiya inkişafını xarakterizə edən iki böyük layihə haqqında məlumat verir. Ayrı-ayrılıqda məlumat verir. Yəni, birdən-birə Bir Kəmər Bir Yol anlayışı formalaşmayıb. İlk öncə 2013-cü sentyabrında Xi Jinping Qazaxıstanda İpək Yolu iqtisadi kəməri layihəsi haqqında məlumat verib və bir ay sonra, həmin oktyabrında Indoneziya parlamentinin qarşısında 21-ci əsr Dəniz İpək Yolu layihəsi haqqında məlumat verib. Bu ayrı iki layihə idi. Bu, kəmər və yol olaraq dəyərləndirdiyimiz layihə də budur. Yəni, bir kəmər dediyimiz zaman İpək Yolu iqtisadi kəməri nəzərdə tutulur. Bir yol dediyimiz zaman 21-ci əsr Dəniz İpək Yolu nəzərdə tutulur. Bu iki layihənin birləşməsi məhz Bir Kəmər Bir Yol layihəsini yaradır. Amma təbii ki, mən slaydları çevirirəm, bilmirəm, dəyişir yoxsa yox.
E, Bəli, bəli. dəyişir rastlamıyorum, narahat olmayın. Aha, hər şey okey. Bununla bağlı ümumiyyətlə müxtəlif fikirlər var bu layihə ilə bağlı. Bir kəmər bir yol layihəsi ilə bağlı Çinin özünün fikirləri var. Müxtəlif alimlərin müxtəlif fikirləri var. Məsələn, bir kəmər bir yol layihəsi Avraziyada azad ticarət zonası olmaq kimi düşünür bəzilər. Bu belə deyil. Bu daha artıq bir məfhumdur. Bu Çinin köməyi ilə Avraziyadakı ölkələrin iqtisadiyyatlarını və nəqliyyat infrastrukturunun inkişafını təmin edir. Məsələn, Çin rəsmilərinin fikrincə Avraziya infrastrukturu investisiya banka regionda bu infrastruktur tikintisinə yüksək dəstək verəcək və Asiyadan kapital axınını azaldacaq. Bu bilirsiniz, kapital axını məsələləri ilə bağlı önəmli məsələni qeyd etmək lazımdır. Bu son dönəm ümumiyyətlə aktiv formada ön plana çıxır kapital axını məsələləri. Ümumiyyətlə Çinin maliyyə sisteminin əsasında dayanır məhz bu kapitalın beynəlxalq hərəkətinin tənzimlənməsi. Çünki kapitalın beynəlxalq hərəkəti tənzimlənmədiyi zaman müəyyən üzr istəyirəm, maliyyə spekulyasiyaları formalaşır. Və biz bu son hadisələrdə də Rusiya-Ukrayna münaqişəsi çərçivəsində də biz Rusiya iqtisadiyyatının bu sanksiyalara qarşı tədbiri olaraq kapital hərəkətinin tənzimlənmə siyasətini də gördük. Eyni ilə bugün Çin rəsmiləri də kapital hərəkətinin tənzimlənməsini düşünürlər və Asiyadan kapital axınını azaltmaq istəyirlər və təbii ki, bu təkcə regionda yox, bütün dünyada iqtisadi inkişafı sürətləndirir. Məsələn, Çinin baş naziri Li Keqiang bildirib ki, ilkin nizamnamə kapitalı 100 milyard dollar olan Asiya İnfrastruktur İnvestisiya Bankı regiondan kənar ölkələrə açıq tam kommersiya qurumuna çevriləcək. Amma indi burada bir məsələni qeyd etmək istəyirəm. Müxtəlif alimlərin bir kəmər bir yolla bağlı fikirləri müxtəlifdir. Mikhail Leonidovich Xazin düşünür ki, bir kəmər bir yol layihəsi Çində mövcud olan yüksək monetizasiya koeffisiyentini azaltmağa planlaşdırılıb. Bu nə deməkdir? Biz bilirik ki, pul kütləsi çox olduğu zaman təbii ki, müəyyən mənada inflyasiya riskini formalaşdıra bilir. Və bu pul kütləsinin, belə deyək, pul kütləsi ilə bağlı maraqlı bir koeffisiyent var bizdə. Geniş pul kütləsini daxili məhsula bölürük. Oradan monetizasiya indeksi, monetizasiya koeffisiyentini əldə edirik. Bu koeffisiyent yüksəldiyi zaman inflyasiya riskində də müəyyən artımlar olur. Amma istisna Çindir. Məsəl üçün, monetizasiya koeffisiyenti dünya üzrə yüksəkdir, amma inflyasiya azdır. Təbii ki, burada əhalinin çox olma faktoru da var. İndi mən bu məsələlərə toxunmaq istəmirəm. Amma Çinin Xazinə görə strategiyası ölkədə olan yüksək pul həcmini xarici ölkələrə investisiya etməkdir. Yəni, ölkədən çıxartmaqdır. Xarici ölkələrə investisiya formasında bunu yerləşdirməkdir. O səbəbdən, məsələn, Mikhail Xazin düşünür ki, bu daha çox bir kəmər bir yol layihəsi Çinin daxili iqtisadiyyatının stabilləşdirilməsinə yönəlib. Amma məsələn, Sergey Glazyev başqa cür düşünür. Sergey Glazyev daha çox elə bu layihənin investisiya əməkdaşlığı layihəsi olduğunu düşünür. Və təbii ki, fikirlər müxtəlifdir. Mən özüm hər ikisini düşünürəm. Yəni, bu məncə həm investisiya layihəsidir, həm də təbii ki, bu monetizasiya koeffisiyentinin azaldılması və müəyyən inflyasyon risklərin azaldılmasına yönəlmiş bir hadisədir. Amma təbii ki, bugün məsələn, Çinin daxilində də müəyyən investisiya olunmamış yerlər çoxdur. Yəni, bir kəmər bir yol layihəsindən savayı o pulları digər daxili ölkələrdə, daxildəki digər regionlara da investisiya kimi qoyub o riski azaltmaq olardı. Amma yəni fikirlər bununla bağlı müxtəlifdir. O ki, qaldı Azərbaycana. Ümumiyyətlə qeyd eləmək lazım. Onu da qeyd edeyim ki, bu rəsmlər hər biri bizim tərəfimizdən çəkilib, bu nəqliyyat koridorları və bunu müəyyən titizliklə çəkmişik, yəni rastgələ çəkməmişik təbii ki. Müəyyən nəqliyyat xəritələrinə baxmışıq və bu nəqliyyat xəritələri çərçivəsində biz deməli bu 3 nəqliyyat dəhlizini çəkmişik. Azərbaycandan hal-hazırda 3 nəqliyyat dəhlizi keçir.
Bunlardan biri Avropanın Traseka proqramı ilə bağlıdır. Görürsünüz, Bakıdan çıxır, mərkəzə arana çatmamış hətta Milmuğan tərəfdə artıq. Bu arada diqqətlə baxmağa sizi çağırardım xəritəmizi. Biz yeni xəritə edərək Şərqi Zəngəzur və Qarabağ iqtisadi regionlarının olduğu xəritəni tapmışıq və bu xəritə üzərindən nəqliyyat dəhlizlərini izah edirik. Yəni, Bakıdan çıxan yol Milmuğandan iki yerə bölünür. Biri Naxçıvan tərəfdən Zəngəzur koridoru biz indi növbəti slaydlarımızda da görəcəyik, oradan keçir. Digəri isə artıq Mərkəzi Aran, Gəncə Daşkəsən, Qazax Tovuz və onunla artıq Gürcüstan tərəfə doğru irəliləyir. İkinci koridor Çin Xalq Respublikasının həmin İpək yolu iqtisadi kəməridir. Bakıdan çıxır birbaşa Gürcüstana doğru gedir. Əslində bunu Bakı-Tiflis-Qarsla da yəni biz müqayisə edə bilərik. Çünki faktiki olaraq bu Bakı-Tiflis-Qars layihəsinin marşrutunun xəttidir. Və üçüncü xətt Rusiya, Azərbaycan və İranın şimal-cənub koridorudur. Mən bir məsələni xüsusi qeyd etmək istəyirəm. Biz şərq-qərb dəhlizlərindən həmişə danışırıq, amma şimal-cənub dəhlizlərindən nədənsə çox da danışmırıq. Amma bugün şimal-cənub dəhlizi artıq müxtəlif alimlərlə bu yaxınlarda görüşdüm bu məsələ ilə bağlı. Bu Süveyş kanalına alternativ ola biləcək potensialda bir dəhlizdir. Yəni, bunun təqribi coğrafiyası Rusiya üzərindən Azərbaycan, Bakı, sonra İran, İrandan Körfəz ölkələri, Körfəz ölkələrindən Hind okeanı və oradan düz Hindistan, Cənubi Şərqi Asiya ölkələri, sonra Yaponiya, Koreya, sonra bu Alyaska və Rusiya tərəfdən o boğazdan daxil olaraq yenidən Rusiyaya qaydılması prosesidir. Təqribi xəritəsi belədir və olduqca önəmli xəritədir və yeganə ölkə Azərbaycandır burada ki, tranzit ölkə kimi iştirak edə bilər. Başqa bir ölkə yoxdur. İndi keçək bu bir kəmər bir yol layihəsinin koridorlarına, əsas koridorlarına. Bizim burada məqsədimiz tamam başqa bir məsələni ortaya qoymaq olacaq. Bir əsas koridorları var, bir də alternativ koridorlar var. Biz bu əsas koridorlara ilk növbədə baxırıq. Bunlar quru üzərindən, yəni İpək yolu iqtisadi kəməri dedim, İpək yolu iqtisadi kəmərindən 6 koridor keçir quru üzərindən. Bunlar hansılardır? Bunlar Yeni Avraziya körpüsü iqtisadi koridorudur. Mən belə eləyəndə mışqa bilmirəm, görünür yoxsa yox, mışqa ilə belə eləyirəm əslində. Məncə görünməlidir belə. Görünür aslında. Baxın, bu Yeni Avraziya deməli iqtisadi koridorudur. Çindən başlayır və Mərkəzi Asiya ölkələri Rusiya və Avropaya doğru gedir. İkincisi Çin, Monqolistan və Rusiya iqtisadi koridorudur. Bu da Çindən başlayır, Monqolistan üzərindən Rusiya və Rusiya üzərindən hətta bir yerdə Avraziya, Yeni Avraziya koridoru ilə də qovuşur. Daha sonra yolunu hərəkət edir, amma Rusiya daxilində səhv etmirəmsə xəritədə burada qalır və buradan digər Avropa ölkələri çıxa bilir. Üçüncü koridorumuz Çin, Mərkəzi Asiya və Qərbi Asiya iqtisadi koridorudur. Bu da gördüyünüz üzrə Çindən başlayır, Mərkəzi Asiya ölkələrindən keçir, daha sonra isə İran və Türkiyəyə doğru gəlir. Təbii ki, buradan sonra artıq Avropa ölkələrinə məhsulların daşınmasında problem yoxdur. Növbəti koridor Çin, Pakistan iqtisadi koridorudur. Çin-Pakistan iqtisadi koridoru Çindən başlayır, Pakistan üzərindən artıq burada qovuşur 21-ci əsr dəniz İpək yolu nəqliyyat marşrutu ilə. Baxın, burada aktiv şəkildə bu görünür. Növbəti koridorumuz isə bizim Çin, Bangladeş, Hindistan və Myanma iqtisadi koridorudur. Bu koridor da təbii ki, Çindən başlayaraq deməli, Çindən başlayaraq artıq Hindistan üzərindən deməli, hərəkət edən bir koridordur.
Növbəti koridorumuz Hind-Çin yarımadası iqtisadi koridorudur ki, bu da olduqca önəmli bir koridordur və öz növbəsində dəniz ipək yolu, 21-ci əsr dəniz ipək yolu nəqliyyat marşrutu ilə qovuşur. O ki, qaldı göy xəttdə gördüyümüz bu nəqliyyat marşrutlarına. Göy xəttlə gördüyümüz nəqliyyat marşrutları isə 21-ci əsr dəniz ipək yolu nəqliyyat marşrutudur. Bütövlükdə gördüyünüz xəritə bir kəmər bir yol layihəsidir. Yəni, bir kəmər bir yol layihəsi 6 əsas quru üzərindən gedən koridorlardan, 2 əsas dəniz üzərindən, okean üzərindən gedən koridorları özündə ehtiva edir. Yəni, hər hansısa bir iqtisadi kəmər haqqında danışılırsa, bu zaman yəni qeyd etmək olmaz ki, yalnız məsələn deyək ki, Bakı-Tbilisi qarşıdan danışılırsa, bu özü də bir kəmər bir yol layihəsinin alternativ qollarından biridir. Biz bunu görəcəyik növbəti slaydda. Azərbaycanın bir kəmər bir yol layihəsində iştirakının əhəmiyyəti. Ümumiyyətlə, bu xəritə son günlərin ən məşhur xəritələrindən biridir. Ümumiyyətlə, qeyd eləmək lazımdır ki, bayaq qeyd etdiyimiz əsas marşrutlarla yanaşı bu iqtisadi dəhlizlərdən çıxan digər nəqliyyat dəhlizlərdə həm olacaq, həm də hal-hazırda var. Amma bununla bağlı olduqca maraqlı məqamlar var. İndi qeyd eləmək lazımdır ki, bayaq qeyd etdiyim 6 quru 2 dəniz iqtisadi dəhlizlər haqqında məlumatı Çin rəhbərliyi 2015-ci ildə təqdim edildi. 2015-ci ildə təqdim etdiyi zaman dünya iqtisadiyyatında faktiki olaraq yeni reallıqlar yox idi. Yəni, birincisi, biz bilirik ki, bugün dünya logistika sistemini ciddi zərbə vurdu COVID-19 pandemiyası. Bu, birbaşa nəqliyyat dəhlizlərinin yolunu dəyişdi. Bir. İkinci, biz bilirik ki, Cənubi Qafqazda yeni reallıqlar formalaşdı. Qarabağ işğaldan azad edildi. Zəngəzur koridoru məsələsi olduqca gündəmdədir və reallaşacaq da. Yəni, bunun başqa bir variantı da yoxdur. Bu məsələ olduqca önəmlidir. Növbəti slaydda qeyd edəcəm. Nəyə görə? Digər tərəfdən, bugün biz görürük ki, Rusiya-Ukrayna münaqişəsi də nəqliyyat dəhlizlərini dəyişdirir. Yəni, biz növbəti illərdə görə bilərik ki, ümumiyyətlə, nəqliyyat dəhlizləri tamamilə başqa formada bizə görünsün. Yəni, bugün Rusiya ilə Avropanın iqtisadi əlaqələrinin de facto olmaması, deməli, nəqliyyat dəhlizlərini Rusiyadan Çinə və Çin və Hindistan tərəfə, Cənubi-Şərqi Asiya ölkələrinə doğru dəyişdirir və dünya taxıl dəhlizləri, ümumiyyətlə, bu taxılın ixracı ilə bağlı, digər ərzaqların ixracı ilə bağlı müxtəlif yeni dəhlizlər, müxtəlif yeni istiqamətlər formalaşa bilir. Ona görə mən düşünürəm ki, bir kəmər bir yol layihəsi çərçivəsində biz 6 quru iqtisadi kəmərdən başqa da iqtisadi kəmərlər görəcəyik. Ola bilər ki, müəyyən alternativ dəhlizlər qısa müddətli dövr üçün əsas dəhlizlərə çevrilsinlər. Və Azərbaycanla bağlı burada olduqca önəmli bir məsələ var. Bu arada şəkildə, xəritədə gördüyünüz koridor məhz bu Transxəzər nəqliyyat dəhlizidir ki, son günlərdə olduqca önəmli idi. İndi gələk Zəngəzur dəhlizi məsələsinə. Burada xəritədə də biz bunu çəkmişik, bu dəhlizi və Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında bir Zəngəzur dəhlizi biz bilirik ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında 3 tərəfli imzalanmış sazişdə də Zəngəzur dəhlizi öz əksini tapır. Və bu dəhliz bir kəmər bir yol layihəsi üçün alternativ marşrut ola bilər. Bu dəhlizin ümumiyyətlə açılması nəticəsində nələr baş verir? Türkiyə öz məhsulları ilk dəfə olaraq ümumiyyətlə Türkiyə ilə Mərkəzi Asiya arasında maneəsiz bir nəqliyyat dəhlizi formalaşır. Türkiyə öz məhsullarını daha aşağı daşıma xərclərlə Orta Asiya ölkələrinə çatdıra bilir
Burada həm Türkiyə xərclərini azaltdığına görə qazanır, Azərbaycan tranzit ölkə olduğu üçün iqtisadi dividend əldə eləyir, Orta Asiya ölkələri daha ucuz qiymətə Türkiyə məhsullarını əldə edirlər. Yəni hər üç tərəf qazanır, bu win-to-win sistemi dediyimiz sistemə əsaslansaq, hər bir tərəf qazanır. Digər tərəfdən burada nə formalaşır? Digər tərəfdən biz görə bilərik ki, Çin və Avropa arasında nəqliyyat dəhlizlərinin inkişafı. Çünki biz bilirik ki, Azərbaycandan Çin və Avropa yalnız Bakı-Tbilisi-Qars layihəsi çərçivəsi ilə məhsulların daşınması faktiki olaraq ön plandadır. Amma Zəngəzur dəhlizi də olsa artıq iki istiqamətdən iki dəfə daha sürətli formada bu məhsulların daşınmasını təmin etmək olar. İndi qeyd etmək lazımdır ki, bayaq da qeyd elədim, Rusiya-Ukrayna münaqişəsi çərçivəsində Rusiyaya qarşı sanksiyalar da Zəngəzur dəhlizinin və Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətini artırır. Yeni reallıqlarda İpək yolu iqtisadi kəmərinin, baxın bu İpək yolu iqtisadi kəməridir, onun Yeni Avrasiya quru körpüsü, yəni bu göstərdiyim Yeni Avrasiya quru körpüsü və yaxud ikinci adı da budur, bu arada onu da deyim, ikinci Avrasiya quru körpüsü, iqtisadi dəhlizin və Çin, Mərkəzi Asiya, Qərbi Asiya iqtisadi dəhlizi çərçivəsində, baxın, bu da Çin, Mərkəzi Asiya, Qərbi Asiya iqtisadi dəhlizidir. Bu dəhliz çərçivəsində Azərbaycanın rolu ön plana çıxa bilər. Və bu səbəbdən Rusiyadan keçən əsas dəhlizin mühafizəsi şərti ilə, çünki Rusiya bazarı da 140 milyondan çox bir bazardır. Oradan keçən iqtisadi dəhlizi birbaşa olaraq belə deyək, qorumamaq və yaxud bağlamaq düzgün fikir deyil. Hər bir ölkənin iqtisadiyyatına bu ziyan verə bilər və bunu anlamaq lazımdır. Rusiyadan keçən əsas dəhlizin mühafizəsi şərti ilə müəyyən dəhlizlərin alternativ kimi nəzərdən keçirilməsi vacibdir. Yəni, ola bilər, yəni deyirəm, bu 6 quru iqtisadi dəhlizdən əlavə bir 2 iqtisadi dəhlizdə gələcəkdə formalaşa bilər. İndi burada bizim təklif etdiyimiz variant nədir? Bu görürsünüz ki, bu Yeni Avrasiya quru körpüsüdür. Burada işarələmişik. Baxın, bu qırmızı ilə gəlir, Çindən çıxır, bu qara nöqtə ilə gəlir, Moskva, daha sonra Belarus, Polşa, Almaniya və s. gedir. Hər halda, hal-hazırda mən düşünürəm ki, bu Belarusa qədər bu dəhliz işləyir. Amma bizim təklif etdiyimiz nədir? Təklif etdiyimiz alternativ beynəlxalq iqtisadi dəhliz nədir? Bu dəhliz əslində var hal-hazırda da, amma başqa formadadır. Mən indi qeyd edəcəm və nəyi demək istəyirik, onu qeyd etmək istəyəcəm. Deməli, Urumçidən gəlir, Qazaxıstan üzərindən fikir verirsinizsə, bütün xəttləri dəqiqliklə çəkmişik. Harada aşağı düşür, harada yuxarı qalxır. Burada nəqliyyat dəhlizlərinin əslində formalaşdığı yerlərdir. Yəni, biz bunu deyək ki, bu random deyirlər də, təsadüfi olaraq başqa yerdən çəksəydik, burada axı dəhliz yoxdur. Ona görə sırf dəhlizlər harada var, infrastruktur harada var, o üzərindən çəkmişik. Gəlir Xəzər dənizi, Ələt Azad İqtisadi Zonası burada biz göstəririk. Daha sonra bu Mil Muğan İqtisadi Rayonu çərçivəsindən artıq aşağı düşüb, burada Zəngəzur dəhlizi diqqətlə baxsaq görünür və Türkiyə üzərindən Avropa. Yəni, alternativ dəhliz kimi Yeni Avrasiya quru körpüsünün iqtisadi dəhlizindən çıxa biləcək yeni bir marşrut Qazaxıstandan keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycan Ələt Azad İqtisadi Zonasının oradan Zəngəzur dəhlizi ilə Türkiyəyə, sonra da digər Avropa ölkələrinə gedə bilər. Birinci düşündüyümüz məsələ budur. İkinci düşündüyümüz məsələ isə təbii ki, bu dəhliz hal-hazırda var. Amma bunlar köməkçi dəhliz statuslarındadır. Yəni, biz bu köməkçi, bu deyək ki, əsas dəhlizlərdən çıxan digər nəqliyyat dəhliz statusundadır. Biz demək istəyirik ki, bu dəhlizlər, Azərbaycan üzərindən keçən bu dəhlizlər, köməkçi dəhliz kimi yox, artıq alternativ dəhliz statusuna qalxa bilərlər, qeyd etdiyimiz marşrutlar çərçivəsində və alternativ dəhliz statusuna qalxdığı zaman buradan daha çox nəqliyyat infrastrukturunun, həm nəqliyyat infrastrukturunun inkişafına ehtiyac var, bir. Həm də buradan daha çox nəqliyyat, belə deyək, bu işləmləri mövcud olacağı üçün
Azərbaycan iqtisadiyyatına ciddi iqtisadi dividendlər əldə edə bilər. İndi burada nə məsələ ön plana çıxır? Bu da önəmli bir məsələdir. Əfqanistanda baş verən hadisələr. Əfqanistanda baş verən hadisələr bir kəmər bir yol layihəsi çərçivəsində beynəlxalq iqtisadi dəhlizləri təhlükə altına qoyur. Bu bir mənalıdır. Düzdür, bugün Çin və Əfqanistan arasında dayanıqlı bir münasibətlərin qurulması prosesini görürük. Amma hər halda yəni biz bilmirik ki, bu hadisələr nə qədər bir kəmər bir yol layihəsi iqtisadi dəhlizlərinin risklərini azaldır. Bununla bağlı nə təklif edirik? Bu riskləri azaltmaq üçün Çin Mərkəzi Asiya, Qərbi Asiya iqtisadi dəhlizi ilə Özbəkistandan Türkmənistana yeni alternativ marşrut yaratmaqla, indi düzdür, biz bilmirik Türkmənistan buna nə qədər reaksiya verəcək. Xəzər dənizi vasitəsilə, yəni baxın görürsünüz, təklif etdiyimiz alternativ dəhliz. Baxın bu qırmızı rəngdə gördüyünüz, bu birbaşa olaraq deməli Çin, Mərkəzi Asiya, Qərbi Asiya deməli iqtisadi dəhlizidir. Amma bizim təklif etdiyimiz odur ki, Türkmənistandan bu dəhliz artıq ayrıla bilər və yaxud hətta Özbəkistandan belə ayrıla bilər heç aşağı düşmədən. Buradan deməli səsimlə bağlı xan problem yoxdur. Nəsə çünki kənardan səslər gəlir məndə. Deyirəm səs. Yox, Aslan müəllim, problem yoxdur. Hə. Deməli, burada nə baş verir? Türkmənistan üzəri, hətta bunu biz Özbəkistan üzərindən də götürə bilərik əslində. Çünki biz bilirik ki, indi mən bir şey deyim, bu slaydı biz hazırladığımız zaman İranda da müəyyən problemlər yox idi. Amma bugün biz İranda da müəyyən problemləri görürük. Bu da bu nəqliyyat dəhlizinə problem yarada bilər. Ona görə elə yaxşı olar ki, Türkmənistandan bunu götürərək Xəzər dənizi vasitəsilə Azərbaycan, baxın, burada Azərbaycandan iki qol ayırmışıq. Biri Bakı-Tiflis-Qars dəmir yoludur. Bu zaten var. Digəri bayaq qeyd etdiyimiz marşrut üzərindən yenidən Zəngəzur dəhlizi və Türkiyə və Avropa ölkələri. Sual yarana bilər ki, bu dəhlizlər onsuz da var. Yəni, bu dəhlizlər onsuz da işləyir. Siz nəyi təklif etmişsiniz? Bizim təklif etdiyimiz xüsusiyyət bu dəhlizlərin köməkçi dəhlizlər kimi yox, əsas dəhlizlər statusuna qalxmasıdır. Və bununla bağlı biz düşünürük ki, bu dəhlizlər məhz əsas dəhlizlər statusuna qalxa bilərlər. Çünki bugün Rusiyada yaşananlar, Əfqanistanda yaşananlar, Qırğızstanla Tacikistan sərhədində yaşananlar, İranda yaşanan müəyyən hadisələr, bütün bu dəhlizin təhlükəsizliyi ilə bağlı ciddi sualları ortaya qoyur. Və bu ciddi suallar ortaya qoyulduğu üçün burada həm siyasi cəhətdən sabit olan, həm iqtisadi cəhətdən dayanıqlı olan Azərbaycanın rolu ön plana çıxır. Ona görə biz düşünürük ki, bunlar alternativ beynəlxalq iqtisadi dəhliz statusuna qalxmalıdırlar. Və bax, bunu da qeyd etdiyim məsələdir. Bugün bunlar onsuz da daşınır. Amma dünya iqtisadiyyatında baş verən son hadisələr bu nəqliyyat dəhlizlərinin qolları olan Bakı, Tiflis, Qars və Zəngəzur dəhlizlərini ön plana çıxarır. Və nəticədə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri əsas beynəlxalq nəqliyyat dəhlizlərinin qolları statusundan bu beynəlxalq nəqliyyat dəhlizlərinin alternativ statusuna yüklənə bilər. Yəni biz yüksələ bilər, üzr istəyirəm. Biz bunu ön plana çıxartmaq istəyirik Azərbaycan üçün. Və bizim vaxtımız var, səhv etmirəmsə hələ. Yoxsa mən bu son məqamları da biraz varsa istəyərdim bunları da toxunum. Buyurun Aslan müəllim, buyurun. Bir kəmər bir yol layihəsinin SWOT analizi və Azərbaycan üçün perspektivlər. Buna gizli təhlil deyirlər. Layihənin güclü tərəfləri nədir? Layihənin əsas təşəbbüskarı olan Çinin makroiqtisadi sabitliyi, davamlı maliyyə sistemi, yüksək texnologiyaları, istehsal və ixrac üzrə dünya lideri olmasıdır. Yüksək texnologiyaların istehsalı və ixrac üzrə dünya lideri olmasıdır, high-tech üzrə. Təqribən səhv eləmirəmsə 600 milyard dollardan çox bir orada high-tech ixracından söhbət gedə bilir. İştirakçı ölkələrin bəziləri, xüsusən də Çin Mərkəzi Asiya, Qərbi Asiya iqtisadi dəhlizində yerləşən ölkələr zəngin təbii ehtiyatlara malikdirlər. Layihə üçün seçilmiş əsas beynəlxalq iqtisadi dəhlizlərin mühüm strateji yeri var.
Layihənin əsas investoru Çin dünyada baş verən bəzi iqtisadi böhranlara qarşı immunitetə malikdir. 2008 qlobal maliyyə böhranında da bunu gördük, pandemiyada da bunu gördük. Zəif tərəfləri nədir layihənin? İştirakçı ölkələrin iqtisadiyyatına qeyri-sabitlik. Mərkəzi Asiya ölkələrində xüsusilə bu görünür. İştirakçı ölkələrdə aşağı səviyyəli texnoloji istehsalı mövcudluğu təəssüflər olsun ki, MDB ölkələrinin bu hamısında bu problem formalaşır. O cümlədən Mərkəzi Asiya ölkələrində hansı ki MDB ölkəsinə aid deyil. Hətta deyərdim ki, bu Hind-Çin yarımadasında da bəzi ölkələr burada var. Bəzi iştirakçı ölkələrdə ciddi infrastruktur problemi var. Tamamilə bu da bizim düşünürük ki, bu nəqliyyat infrastrukturunda problemlər var. İmkanları nədir layihənin? Layihə iştirakçı ölkələrə əhəmiyyətli faydalar verəcək. Layihədə iştirak edən ölkələrin ixrac imkanlarının və yerli istehsalının inkişafını biz görə bilirik. Beynəlxalq iqtisadi inteqrasiya proseslərinin inkişafı ola bilər. Çin bazarlarına çıxış imkanlarının artırılması və bunun nəticəsində iki tərəfli iqtisadi əlaqələrin inkişafı, o cümlədən Azərbaycan. Bilirsiniz, burada önəmli bir məsələ var. Azərbaycan ixracının 0,64% yalnız Çinədir. Bunun artırılması yollarına baxmaq lazımdır. Gürcüstanın səhv eləmirəmsə ixracının 15% Çinədir və Gürcüstan ixracında önəmli yer tutur, təbii resurslardan sonra tutur, deməli, tibb ləvazimatları, o cümlədən optik cihazlar da burada var. Daha sonra burada heç tibb ləvazimatlarını qoyuram qırağa. Burada barometrlər var və s. və s. və s. Yəni, bu məsələlər də olduqca önəmli məsələlərdir. Birbaşa xarici investisiyalar vasitəsilə Çin yüksək texnologiyasını inkişaf etməkdə olan ölkələrə transferi, xüsusən də Qarabağa, mən bunu qeyd edəcəm növbəti slaydda. İştirakçı ölkələr arasında müxtəlif sahələrdə regionlar arası layihələrin həyata keçirilməsində görə bilirik. Təhdidləri nədir layihənin? İştirakçı ölkələr üçün gələcək qlobal iqtisadi böhranlara qarşı uyğunlaşma mexanizmi yoxdur. Yəni, müəyyən yarana biləcək böhran, məsəl üçün, deyək ki, mənim şəxsi fikrim budur ki, 10 il sonra, bəlkə də daha tez biz dünya valyuta böhranını görə bilərik, dollar böhranını görə bilərik. Hər nə qədər liberal iqtisadçılar bunu qəbul etməsə də, mən bu fikirdəyəm ki, biz dollar böhranını görə bilərik. Amma bu böhran yaşandığı zaman, yeni valyuta konfransı formalaşdığı zaman inkişaf etməkdə olan ölkələr buna hazır ola biləcək və yaxud qarşılaşa biləcəyimiz yeni maliyyə böhranında hər hansısa bir adaptiv mexanizm formalaşacaqmı? Bax, bunlar olduqca təhdidlərə aiddir və bu kəmər yol layihəsinin də inkişafını ləngidir. Qarşıdan gələn qlobal iqtisadi böhran şəraitində layihənin gəlirliyi azalır. Bu, yəni açıqdır. Biz 2 il bundan öncə hətta biz qeyd edirdik ki, qarşıdan yeni qlobal iqtisadi böhran gəlir və bu böhranı, mən onu da qeyd etmək istəyirəm, bugün dünyada olan hər hansısa bir hərbi münaqişələrə bağlamaq doğru deyil. Məsələn, Avropada neft, üzr istəyirəm, qaz qiymətləri keçən ilin aprel ayından qalxmışdı. Yəni, bunun bugünkü hadisələrə aidiyyəti yoxdur. Bugünkü hadisələr məsələni biraz dərinləşdirir. Digər faktor nədir layihə üçün? Beynəlxalq iqtisadi dəhlizlərə yaxın regionlarda terror təhlükəsinin olması, xüsusən də Əfqanistan tərəf qeyd elədim. Ola bilər ki, İran üzərindən keçən iqtisadi dəhlizlərdə İraqda formalaşan müəyyən qruplaşmaların elədiyi terror hadisələri ki, İranda da hal-hazırda terror yox, amma qeyri-sabitlik var. Bu da ciddi şəkildə layihənin təhdidlərindəndir. Və son slaydlarımdır, bitirəcəm. Çox vaxtınızı da almaq istəmirəm. Qarabağdakı məsələlər, üzr istəyirəm. Bugün Qarabağda biz bilirik ki, yenidən qurma işləri aparılır və Qarabağın yüksək iqtisadi potensialı var. Amma bu potensialdan ənənəvi formada istifadə etmək məncə yalnız bu formada istifadə etmək doğru deyil. Həm də innovasiyaların tətbiqi yollar bu məsəl üçün istifadə olunmalıdır. Məsələn, görürsünüz, bu məsələn Çindən olan bir şəkildə əslində, səhv etmirəmsə, deməli, bu kənd təsərrüfatında dronların cəlb edilməsi məsələsi. Ümumiyyətlə, biz bilirik ki, Qarabağın yüksək kənd təsərrüfatı potensialı var, amma bu potensialdan ənənəvi formada istifadə etməyə əvəzinə
Bura biotexnologiya, nanotexnologiya, hüceyrə mühəndisliyi və digər yenilikləri tətbiq etməklə kənd təsərrüfatı sahəsində məhsuldarlığı artırmaq və ərzaq təhlükəsizliyini təmin etmək mümkündür. Və bu sahəyə Çin texnologiyalarının daxil edilməsi vacibdir, çünki Çin burada çox önəmli mövqedə dayanır. Ona görə də düşünürük ki, bir kəmər bir yol layihəsi bu aspektin reallaşmasında çox mühüm amildir. Çünki bir kəmər bir yol layihəsi həm də ölkələr arası iqtisadi layihələrin, investisiya axınlarının, ticarət münasibətlərinin inkişafına da bir şərait yaradır. Və məsələn, Qarabağda emal sənayesi inkişaf olmalıdır. Məsələn, biz görürük son günlərin aktual məsələsi bu qızıl yataqları. Və bu qızıl yataqlarından xam mal formasında yox, onu emal edib ixrac etmək lazımdır da. Yəni, bu sənayenin inkişafı üçün müəyyən sərmayələrin cəlb edilməsinə ehtiyac var. Bununla da Çinlə əməkdaşlıq çərçivəsində bu, belə deyək ki, Çinlə əməkdaşlıq çərçivəsində bu bir kəmər bir yol layihəsi ölkəmizə yüksək gəlir gətirə bilər. Və mən daxili investisiyalarla bağlı demək istəmirəm, mövzumuz o deyil. Burada da bitiririk zaten slaydımızı. Diqqətiniz üçün təşəkkür edirəm, minnətdaram. Biz sizə təşəkkür edirik Aslan müəllim. Dolğun, maraqlı çıxışınız üçün, təqdimatınız üçün çox maraqlı idi. Və orada alternativ özünüzün də o bəzi slaydlarda var idi. Təklif etdiyiniz alternativ xətlər, kəmərlər maraqlı idi. İnşallah ki, yəni əgər necə perspektivdə bunlar da nəzərdə tutular. Belə, əgər mən soruşmaq istəyirdim, yeni sualı olan və yaxud da bir müzakirəyə qoşulmaq istəyən varsa buyursun. Həm də onu qeyd edilmək istəyirdim ki, Facebook üzərindən canlı yayımlanır bizim tədbirimiz. Belə. Aslan mənim, olsa bizdə hardasa bir 50 dəqiqə oldu. Məncə mənə elə gəlir ki, bir seminar üçün, webinar üçün bu vaxt kifayət edir. İndi nəzərə alsaq ki, iş gününün aktiv, yəni ki, saatlarıdır. İnsanlar işdə, tələbələrimiz dərsdədirlər. Mənə elə gəlir, yəni əlavə sözünüz yoxsa bitirə bilərik yavaş-yavaş. Yox, mənim əlavə sözüm yoxdur. Mənim təşəkkürüm olacaq. Deməli, tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinə başdan ayağına xanım siz olmaqla. Mən bugün açıq şəkildə qeyd edirəm ki, həm sizin dəstəyinizi biz görürük, həm bütün şöbə əməkdaşlarının başdaşı olmaqla, Ataman xanım, digər əməkdaşlar, həm də belə deyim ki, siz bizim bu seminarları həyata keçirməyimiz üçün həmişə bizlə bu danışıqlar girirsiniz ki, məsələn, Aslan müəllim bunu edin, mütləq şəkildə belə eləyək, təkliflərinizi verirsiniz və çox təşəkkür edirəm təklifləriniz üçün də. Həqiqətən sizin belə möhtəşəm komanda olaraq işləməyiniz bizi də həvəsləndirir. Ona görə hər zaman belə iş arzulayıram hər birinizə. Qarşıdan da Dünya Azərbaycan Həmrəylik günü gəlir. Bəlkə görüşə bilməsə, indidən təbrik edirəm hər birinizi. Çox sağ olun. Mən Tərlan müəllimə də təşəkkür etmək istəyirəm. Yazdı və bizə təşəkkür etdik. İştirak etdiyi üçün, qoşulduğu üçün. Bizdə sadəcə bu bir kəmər bir yol tədqiqat mərkəzi məlumatçı demək istəyirəm. Mərkəzin rəhbəri Çin vətəndaşıdır. Sadəcə bu korona, bu pandemiya səbəbindən artıq demək olar 3-cü ildir də Azərbaycana gələ bilmir. 2019-cu ilin elə axırlarında gəlmişdi. Burada böyük bir tədbir təşkil eləmişdik. İnşallah ki, ümid edirəm ki, bu yəni ki, bu pandemiya, korona, çünki onlarda təzədən yenə də başladı. Nə vaxtsa, ondan da bir yerdə belə bir yaxşı, möhtəşəm tədbir keçirmək qismət olar inşallah, ümid edirəm. Çox sağ olun, hər kəsə də təşəkkür edirəm, sizə də sağ olun, inşallah gələn. Sağ olun, təşəkkür edirəm. Sağ olun.